Sənə bir sual verim. Sən bu ay üzünə nə qədər maaş vermisən? Konkret rəqəmdir. Əgər cavab verə bilmirsənsə, bu video sənin üçündür. Azərbaycanda sahibkarların böyük əksəriyyəti şəxsi maliyyə sistemi yoxdur. Nə demək istəyirəm? Yəni sahibkar biznesdə nə qədər pul çıxarmalıdır, nə qədər biznesdə saxlamalıdır, nə qədər kənara yığmalıdır. Bunların heç birinin cavabı yoxdur. Hər ay fərqli rəqəm. Bəzən çox çıxarır, bəzən nəfəssiz qalır, bəzən heç çıxarmır. Bəzən çox çıxarır, biznes nəfəssiz qalır. Bəzən heç çıxarmır, özü nəfəssiz qalır. Bu videoda mən sizə sahibkarın şəxsi maliyyə sistemini öyrədəcəm. Bu, heç bir biznes kursunu öyrətmədiyi, amma hər sahibkarın bilməli olduğu məqamdır. Gəlin əvvəlcə tipik mənzərəyə baxaq. Bunu hər konsultasiyada görürəm. Sahibkar ayda deyək ki 15.000 manat dövrə edir. Xərclər, materiallar, icarə, maaş 10.000 manatdır. Qalır 5.000 manat. Bu 5.000 manatı nə edir? Cibinə qoyur. Bəzən 3.000 götürür, bəzən 5.000, bəzən 1.000 manat. Heç bir sistemi yoxdur. Ayın sonunda baxır ki, ya heç nə qalmayıbdır, ya da ki biznesə lazım olandan çox çıxarıbdır. Və ən maraqlısı bu adam mühasib tutur. Amma mühasib vergini hesablayır. Sahibkarın şəxsi maliyyəsini yox. Mühasib sənə deməyəcək ki, sən bu ay çox çıxartdın və ya az çıxartdın. Bu sənin öz sistemin olmalıdır. Niyə bu vacibdir? 3 səbəbi var. Birinci, sən nə qədər qazandığını bilməlisən. Qulağa qəribə gəlir. Amma düşün, sən real gəlirin nə qədərdir? Biznesdən çıxartdığın rəqəm, yoxsa biznesdə çıxartdığın rəqəm minus biznesə təzədə etdiyin investisiya? Yoxsa biznesdən çıxartdığın rəqəm minus reinvestisiya, minus təcili xərclər, minus geri qaytarmalar. Bunu hesablayanda sahibkar çox vaxt məyus olur. İkincisi, sən biznesinin maliyyə sağlamlığını pozursan. Hər ay fərqli məbləğ çıxarmaqla biznes üçün stres yaradırsan. Biznes öz xərcləri var, öz ritmi var. Sən qeyri-müntəzəm çıxarışlar bu ritmi pozur. Üçüncüsü, sən gələcək üçün heç nə yığmırsan. Sahibkarın pensiyası, sığortası, ehtiyat fondu bunlar çox vaxt sıfırdır. Çünki hər şey biznesdədir. Və əgər biznes bugün batsa, sahibkar heç nə qalmaz. İndi sistemə keçək. Mən buna 4 səbət sistemi deyirəm. Çox sadədir. Sənin biznesdən çıxan hər manat 4 səbətdən birinə getməlidir. Birinci səbət, sənin maaşın. Bu sabit rəqəm olmalıdır. Hər ay eyni. Bazar qiyməti ilə. Sən gündə 10 saat işləyirsənsə, satış edirsənsə, idarə edirsənsə, problem həll edirsənsə, bazar bu işə nə qədər ödəyir? Azərbaycanda orta menedcer 2000-3000 manat alır. Sən ən azı bu qədər almalısan. Sabit. Hər ay. İstər biznes yaxşı getsin, istər biznes pis getsin. Niyə sabit? Çünki sənin şəxsi həyatın sabit xərclərə əsaslanır. Sənin icarə haqqın var, kommunalın var, uşaqların var, qidan var. Bunlar hər ay eynidir. Əgər gəlirlərin hər ay fərqlidirsə, sənin şəxsi həyatın stres altındadır. Və stres sənin biznesin qərarlarına təsir edir. Pul lazımdır deyə yanlış qərarlar verirsən. Məsələn, aşağı qiymətə satırsan, problem olan müştərini qəbul edirsən. Onda ikinci səbətə keçirik. Reinvestisiya. Biznesin böyüməsi üçün geri qoyulan puldur. Bu mənfəətdən çıxır. Nə qədər? Bu biznesin mərhələsinə bağlıdır. Əgər biznes yenidirsə və böyüməlidirsə, mənfəətin 50-70% reinvestisiya olmalıdır. Əgər biznes stabildirsə, 20-30% kifayətdir. Əsas odur ki, bu planlı olsun. Hər ay müəyyən faiz reinvestisiya gedir. Nəyə xərclədiyini əvvəlcədən bilirsən. Üçüncü səbət, vergi və icbari ödənişlər. Bu səbəti sahibkarlar həmişə unudur. Sonra vergi vaxtı gələndə şokda olurlar. Hər ay mənfəətinə müəyyən faiz ayır və toxunma. Bu səbət sənin arxayınlığındır. Azərbaycanda vergi yükü sahibkarın ölçüsündən asılıdır. Amma qayda birdir. Hər ay ayır. İl sonunda problemin olmasın. Dördüncü səbət, fərdi ehtiyat fondu. Bu, ən çox diqqətdən kənar qalan səbətdir. Sahibkar düşünür ki, biznesim var. Mənə ehtiyat fondu lazım deyil. Böyük səhvdir. Biznes riskli aktivdir. Bir gün müştəri azala bilər, bazar dəyişə bilər, problem çıxa bilər. Əgər bütün pulun biznesindədirsə, sən artıq girovsan. Minimum 6 aylıq şəxsi xərclər qədər ehtiyat fondun olmalıdır. Sənin aylıq şəxsi xərclərin 3000 manatdırsa, 18.000 manat ehtiyat fondun olmalıdır. Bu biznesdə olmamalıdır. Ayrı hesabda olmalıdır. Toxunulmazdır. İndi gəl bunu real rəqəmlərdə hesablayaq. Tutaq ki, sənin biznesinin belə görünür. Aylıq dövriyyən 20.000 manatdır.
Biznes xərclərin var. Materiallar, icarə, işçi maaşları, kommunal. 13.000 manatdır deyək. Qalır 7.000 manat. Bu 7.000 manatı necə bölək? Sənin maaşın 2.500 manat. Sabitdir. Qaldı 4.500 manat. Reinvestisiya mənfəətin 30%-dir. Yəni 4.500-ün 30%-i 1.350 manatdır. Qaldı 3.150 manat. Vergi ehtiyatları üçün 15% ayıraq. 675 manat oldu. Qaldı 2475 manat. Şəxsi ehtiyat fondun üçün ayda 1000 manat ayırırsan. 18 ay çatanda dayandırırsan. Qaldı 1475 manat. Bu 1475 manat sənin dividendlərindir. Bunu əlavə gəlir kimi istifadə edə bilərsən və reinvestisiya edə bilərsən ya da şəxsi investisiyaya yönəldə bilərsən. Bax, bu aydınlıqdır. Sən hər ay dəqiq bilirsən nə qədər alırsan, nə qədər biznesdə qalır, nə qədər kənarlaşdırılır və nə qədər vergi üçün ayrılıbdır. Heç bir sürpriz yoxdur, heç bir stres yoxdur. İndi bəziləriniz deyəcək ki, ay Fərhad, 7.000 manat mənfəətim yoxdur, 3.000-im var. Yaxşı, o zaman sistem eynidir. Rəqəmlər kiçikdir. Sənin maaşın bəlkə 1500 olacaqdır. Reinvestisiya üçün 500 manat ayıracaqsan. Vergi ehtiyatı üçün 300. Ehtiyat fonduna 500. Qalan 200 manatdır. Az görünür. Amma bu 200 manat reallıqdır və reallığı görəndə düzgün qərarlar verə bilərsən. Çox vaxt bu hesablamaları etməyən sahibkar görür ki, mənfəət çox azdır və bu onu hərəkətə gətirir. Qiyməti yeniləyir, xərcləri azaldır, az mənfəətli məhsulları dayandırır. Hesablama olmadan motivasiya yaranmır. Çünki sən problemi görmürsən ya da görməzdən gəlirsən. Bugün öyrəndiyiniz 4 səbət sistemi sənin şəxsi maliyyə arxitekturandır. Maaş, investisiya, vergi, ehtiyat. Hər ay, hər manat öz yerinə gedir. Amma bu 2x kursunun yalnız bir hissəsidir. Kursda biz bundan əlavə sənin biznesin real mənfəətini hesablayırıq. Məhsul analiz edirik, qiymət strategiyası qururuq, xərc optimizasiyasını aparırıq və ən əsası bütün bunları sənin konkret biznesinə tətbiq edirik. Kursda süni intellektdən istifadə edərək öz biznesin maliyyə modelini quracaqsan. Bu model sənə hər ay real rəqəmlər göstərəcəkdir. Harada qazanırsan, harada itirirsən, nəyi dəyişməlisən. VIP paketi seçənlər xalis mənfəətini bir ildə 2 dəfə artırılmasının zəmanətini alır. Bu baş verməsə, pullarınızı geri qaytarın. Bu sistem işləyir, amma yalnız tətbiq edənlər üçün işləyir. Pərvizi.org. Daxil ol, qeydiyyatdan keç.